Hörmətli millət vəkilləri və keçid alırıq gündəliyimizə. İlk olaraq quru sərhədlə bağlı qalması haqqında məruzə ilə Namizəd bəy çıxış edəcək. Buyurun Namizəd bəy. Çox sağ olun, hörmətli sədr, hörmətli millət vəkilləri. Əvvəldən qeyd etmək istəyirəm ki, biz qərara gəlmişik ki, çıxışlarımızı əlaqəxüsusda əsas çıxışların mətnini yazaq əvvəldən və onu üzündən oxuyaq. Ona görə də öyrəşmişik ki, elə yazmadan oxuyaq. Hər hansı bir qəbahət olarsa, xahiş edirəm, əvvəldən bağışlayın. Hörmətli millət vəkilləri, bildiyiniz kimi 2019-cu ilin axırları, 20-ci ilin əvvəllərində yer kürəsi üzərində bir pandemiya təhlükəsi çökdü. Bütün ölkələr dünyanın bürümüş və gündən-günə artan pandemiyasından öz vətəndaşlarını qorumaq üçün xüsusi proqramlar tərtib etməklə epidemiyadan zəruri müdafiə tədbirləri həyata keçirməyə başladılar. Namizəd bəy, üzr istəyirəm, kameranız bağlıdır deyəsən. Kameram açıq yox. Açıq. Bir də, olar ki, bir dənə qapadıb yenidən açasınız, o texniki. Mən düşünürdüm, məndə görsənmir. Sizin də, mən açıqdır. Bunun da bağlıdır, görsənmir, Namizəd bəy. Eyvə, davam edin. Ola bilər texniki xətadır, buyurun. Görsənmir nəsə. Oldu, davam elətdirim. Səsim yaxşı gəlirsə, davam elətdirim. Səs əladır, buyurun. Belə tədbirlərdən biri kimi bir sıra ölkələr qonşu dövlətlərlə gediş-gəliş məhdudiyyətləri tətbiq etdilər. Lakin bildiyiniz kimi Azərbaycanda klassik mənada başa düşüləcək dərin dövlət quruluşu mövcud olmadığından hakimiyyətin pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirdiyi proqram pərakəndə və ilk növbədə inzibati amirlik metodlarına söykənə bilərdi. Və belə də oldu. Yalnız onu demək kifayətdir ki, bizim hökumətin baş naziri ölkə başçısının köməkçisi olarkən onun qarşısında iki qat əyilməyi özünə rəva bilən həmin Əli Əsədovdur. Nəticədə pandemiya ilə bağlı yaradılan dövlət komissiyasının başçısı Əli Əsədov, üzvləri isə əvvəldən korrupsiya və rüşvətxorluqdan başqa heç nə əllərindən gəlməyən elə həmin nazirlər və dövlət komitələri oldu. Bu komissiya ilk növbədə güya pandemiyanın qarşısının alınması məqsədi ilə dövlət büdcəsi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ayrılan maliyyə vəsaitlərinin oğurlanması ilə məşğul oldu. Nəticədə dünyanın əksər dövlətlərində pandemiyaya qarşı mübarizə elmi və müasir idarəçilik sistemləri üzərində və eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının maksimum təmin edilməsi prinsipləri əsasında qurulduğu halda bizdə bu mübarizə amirəlik, sərt zoraki inzibati idarəçilik metodlarına əsaslanan sistem üzərində quruldu. Müasir dövrün tələblərinə uyğun səhiyyə müdafiə sistemi həyata keçirilmədi. Başlıca olaraq sərhədlər qapandı. Vətəndaşların sərbəst toplaşmaq, hərəkət etmək və işləmək hüquqları məhdudlaşdırıldı. Şəhərə çıxış qadağalar qoyuldu. Evlərə doldurulmuş xalqın normal yaşayışı istiqamətində heç bir əsaslı sosial tədbirlər planı həyata keçirilmədi. Bütün qadağa edici tədbirlər vətəndaşlar üzərindən yönəldildi. Bir sözlə, xalq inzibati qadağa və məcburiyyət tədbirləri altına salındı. İşləməyən və qazanc əldə etməyən vətəndaşlara Nazirlər Kabinetinin qərarı ilə verilməli olan 190 manat sosial yardımın müxtəlif anlaşılmaz bəhanələr altında 10% belə ünvanına çatdırılmadı. Halbuki xarici dövlətlərdə bu məbləğ 1000 dollara çatırdı. Mənim dəqiq məlumatım var. Həm Amerikada yaşayan, həm Avropada yaşayan dostlardan mən məlumatlar almışam ki, onlarda pandemiya ilə əlaqədar evlərdə çıxmağa qadağa qoyularkən onlara 1000-1500 dollar hər ay pul verilirdi. Bizdə isə ayrılan bu 190 manatın da əksər hissəsi vətəndaşlara çatdırılmadı və mən fikirləşirəm ki, 80-90% oliqarxlar və həmin korrupsioner hakimiyyət daşıyıcıları tərəfindən mənimsənildi. Azərbaycan hökuməti yalnız onu bacardı ki, əhalinin azadlıqları üzərindən müxtəlif növ qadağalar qoyuldu. Bu qadağalar içərisində ən ağır nəticələrə səbəb olan vasitələrdən biri isə, başlıcası isə dövlətin quru sərhədlərinin bağlanması oldu. 2020-ci ilin mart ayının 23-də
Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə belə göstərilmişdi. Azərbaycan Respublikasının sanitariya və epidemioloji mühafizə haqqında qanunun 25-ci maddəsinə istinad olunmaqla mart ayının 24-dən etibarən aprel ayının 20-sinə qədər davam etməli olan xüsusi karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul etdi. Burada digər məhdudlaşdırıcı tədbirlər yanaşı mart ayının 31-dən başlayaraq ölkənin quru sərhədlərinin qapanması qərara alınırdı. Quru sərhədlərin bağlanması ilə yanaşı insanların toplaşma, ölkə daxili hərəkət, yer dəyişmə hüquqları da məhdudlaşdırılmışdı. Quru sərhədlərinin bağlanması barədə qərar özündə dəmir yolu, ictimai nəqliyyat, xüsusi minik maşınları və piyada olaraq ölkəyə giriş və ölkədən çıxışın bütün vətəndaşlara qadağa olunmasını ehtiva edirdi. Əslində Nazirlər Kabinetinin insan hüquq və azadlıqlarının bu formada və kütləvi şəkildə məhdudlaşdırılması ilə bağlı belə bir qərar qəbul etmək səlahiyyəti yox idi. Hörmətli millət vəkilləri, mən bu məsələnin üzərində sizin diqqətinizi bir də yönəltmək istəyirəm ki, yəni təbii fəlakət ola bilər, pandemiya ola bilər, hökumət çalışmalıdır ki, bu fəlakətdən qurtarmaq üçün hazırladığı planda əsasən insanlarımızın, vətəndaşların əsas hüquq və azadlıqları təmin olunsun. O demək deyil ki, pandemiya olubdur, nəticəsindən asılı olmayaraq insanların bütün siyasi hüquqlarına məhdudiyyət qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 111 və 112-ci maddələrinin tələblərinə müvafiq olaraq hərbi və fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı qərar qəbul etmək prezidentin səlahiyyətinə aid edilir. Bu qanun normasının tələblərinə görə epidemiya təhlükəsi zamanı Azərbaycan Respublikası Prezidenti ölkənin ayrı-ayrı yerlərində, diqqətinizi cəmləşdirmək istəyirəm, fövqəladə vəziyyət tətbiq edə bilər. Bu barədə fərman 24 saat ərzində müddətində Milli Məclisin təsdiqinə verilməlidir. Yəni gördüyünüz kimi qanunvericilik bu məsələləri çox ciddi yanaşır. Hətta prezidentin tək başına belə bir qərar qəbul etməsini də məhdudlaşdırır və bildirir ki, bu yalnız Milli Məclisin təsdiqindən sonra qüvvəyə minə bilər. İndi pandemiya dövrünün başlanmasından 5 ildən artıq vaxt ötüb. Bütün dünyada pandemiya bitib, onunla mübarizə tədbirləri çoxdan aradan qaldırılıb. Zaman çox şeyi unutturur. Lakin bütün bu dövr ərzində əsasən də pandemiyanın ilk dövrlərində Azərbaycan xalqının hansı məhrumiyyətlər yaşadığını xatırlamaq belə ağırdır. Mən tam məsuliyyəti ilə deyə bilərəm ki, heç bir ölkə, heç bir xalq pandemiyanın nəticələrini bu qədər ağır şərtlərlə başa vurmadı. İnsanları evlərinə doldurmuşlar və vətəndaşlara ən zəruri ərzaq məhsullarını almaq üçün belə bayıra çıxmağa imkan verilmirdi. Həmişə olduğu kimi pandemiya tədbirlərinin pozulmasına görə həmçinin yüksək cərimələr tətbiq edilir, imkansız vətəndaşlardan yerindəcə bu cərimələrin ödənilməsini tələb olunurdu. Onsuz da son dərəcə imkansızlıq şəraitində yaşayan xalqın bu şəraitdə maddi tələbatının ödənilməsi istiqamətində heç bir sosial tədbirlər həyata keçirilmirdi. Yəni dövlətin əsas göstəricilərindən biri ondan ibarət olmalıdır ki, dövlət belə hallarda vətəndaşlarının sosial təminatını da təmin etməlidir. Əgər sən insanları evdən çıxmağa qadağan edirsənsə, onların sosial təminatını, onların əldə edəcəyi hər hansı bir maddi kömək də göstərməlisən. Lakin bu dövrün Azərbaycan hakimiyyəti və iri məmurlar tərəfindən xalqa yaşadılanlar təhlil olunaraq araşdırılacaqdır, vaxt gələcəkdir. Hüquqi və siyasi qiymət veriləcək. Bu cinayətləri törədənlər qanun qarşısında cavab verməli olacaqlar. Hələlik isə biz bugün pandemiya bəhanəsi ilə 5 ildən bəri qapadılmış quru sərhədlərinin bağlı saxlanmasının səbəb və nəticəsini. Bağlı sərhədlər mövzusu 5 ildir ki, Azərbaycanın gündəmindən düşmür. 5 ildir ki, Azərbaycan xalqının böyük bir hissəsini təşkil edən kasıb, məzlum, imkansız təbəqəsi bu qanunsuz və əsassız antikonstitusyon qərarın girovuna çevrilib. Dünya pandemiyadan xilas oldu, epidemiya bitdi, bütün ölkələrdə tətbiq edilən məhdudiyyət tədbirləri aradan qaldırıldı, insanlar gündəlik həyatlarına döndülər. Bircə bizim bu 30 ildən bəri Allahın elə bir qəzəbinə düçar olmuş Azərbaycandan başqa pandemiya təhlükəsi aradan qaldırdıqdan dərhal sonra bütün digər dünya ölkələri quru sərhədlərini açıldı. Xalqın azad nəfəs
imkan verildi. Bircə Azərbaycan xalqının bu hüququ tanınmadı. Bir müddət vaxt açırıb, pandemiya ilə bağlı qorxulu məlumatlar verməkdə davam edirdilər. Ona görə də quru sərhədlərin bağlı saxlanmasına haqq qazandırmaq istəyirdilər. Sonradan heç buna da ehtiyac bilmədilər. İstədikləri müddətə qədər sərhədləri bağlı saxlamaqda davam etdilər və bu gün də bu sərhədlər qapalı olaraq qalmaqda davam edir. Sonuncu dəfə dekabr ayının 27-sində, yəni keçən il dekabr ayının 27-sində Nazirlər Kabinetinin növbəti qərarı ilə bu müddət bu ilin aprel ayının 1-nə qədər uzadılmışdır. Qapılar üzümüzə yenə də bağlıdır. Xalq oturub hökumətin mərhəmətini gözləyir. Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu nəzərdə tutan 28-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkələrinə ölkədən getmək və qayıtmaq hüququ vardır. Eyni zamanda beynəlxalq insan hüquqları konvensiyaları və bəyannamələrinin azadlıq hüququ ilə bağlı tələblərinə müvafiq olaraq dünyanın heç bir vətəndaşının həm ölkə hüdudlarında, həm də ondan kənarda sərbəst şəkildə hərəkətinə, ölkədən çıxış və girişinə maneələr yaradıla bilməz. Lakin təksib olunmaz faktdır ki, Azərbaycan vətəndaşlarının bu fundamental hüququ ardıcıl olaraq 5 ildir ki, heç bir əsaslı səbəb göstərilmədən məhdudlaşdırılıb. Görünür, pandemiya və tətbiq edilən qadağalar Azərbaycan hökumətinin planları ilə üst-üstə düşür. Əlinə keçən istənilən fürsətdən istifadə etməklə hakimiyyətin ömrünü uzadır. Azərbaycan hökuməti müxtəlif bəhanələrlə quru sərhədləri açmaq, insanların sərbəst hərəkət etmək azadlığını barədə düşünmək belə istəmir. Quru sərhədləri bağlı saxlamaqla siyasi məqsədlər güdür. Oliqarxların maddi maraqlarını təmin edir. Əhalinin geniş və imkansız təbəqələrinin mənafeyi bunları maraqlandırmır qətiyyən. Heç bir şübhə yoxdur ki, quru sərhədlərinin bağlı qalması ölkə daxilində qiymətlərin də yüksəlməsinə səbəb olub bir mühüm mənfi təsir göstərir. Diqqət yetirin, Azərbaycan hökuməti ilk əvvəllərdə xüsusi karantin rejimi müddətini hər ay uzatdığı halda, sonradan, yəni hər ay bir ay uzadırdı. Sonradan artıq bu müddət heç bir əsas göstərilmədən 2 aya uzadıldı. İndi isə bildiyiniz kimi birbaşa 3 ay müddətinə uzadılır. Mənə elə gəlir ki, artıq həyatımızın sonuna qədər bu ölkənin quru sərhədləri açılmayacaqdır. Bizim vətəndaşların üzünə bağlı qalacaqdır. Dünyanın bütün ölkələrində sərhədlər açıqdır. İnsanlar istədikləri nəqliyyat vasitələri ilə azad hərəkət edir. Hara istəsələr səyahətə gedirlər. Dünyanın 2 ölkəsində bugün qapılar xalqın üzünə hələ də bağlıdır. Bu, Şimali Koreya və belə desək, Şimali Azərbaycandır. Azərbaycanın quru sərhədlərinin bu qədər uzun müddətə qapalı saxlanması sözsüz ki, hakimiyyətin məkirli məqsədlərinə qulluq edir. Hakimiyyətin quru sərhədlərin qapalı saxlanması ilə bağlı bu qərarı Avropa dövləti olaraq ölkəyə və xalqa edilən həqarətdir. Niyə biz xalq olaraq ölkə daxilində həbsdə qalmalıyıq? Niyə ölkənin qapıları bu qədər müddət ərzində xalqın üzünə bağlı qalmalıdır? Niyə xaricdə yaşayan soydaşlarımız sərbəst şəkildə ölkəyə qayıtmaq, ailə üzvlərini ziyarət etmək imkanından məhrum olmalıdırlar? Niyə xaricdə təhsil alan tələbələr vətənlərinə sərbəst şəkildə və az məsrəflərlə gəlib gedə bilməsinlər? Niyə xəstə insanlar xaricə gedib özlərini istədikləri həkimə göstərə bilməsinlər? İnsanların nə üçün bu qədər incidir və insanların bu qədər incidilməsinin nə məqsəd güdür? Heç kimdə şübhə doğurmur ki, ölkə sərhədlərinin qapalı qalmasından ən böyük ziyan çəkən məhz Azərbaycan vətəndaşlarıdır. Əcnəbilərin Azərbaycana gəlib getmək arzuları bir o qədər də böyük deyil. Halbuki, elə bu vəziyyətin özü də turizm sektorunun ölkədə ağır zərbə vurur sektoruna. Bu çıxışa hazırlaşarkən bir daha sosial şəbəkələrdə vərəqlədim, saytları və Facebook səhifələrini nəzərdən keçirdim. Məlum oldu ki, bu 5 il ərzində bəlkə də 1 milyon vətəndaşımız fərdi qaydada ölkənin quru sərhədlərinin bağlı saxlanmasına etirazını bildirib. Hökumətdən bunun səbəbləri ilə bağlı izahat tələb edib. Lakin hakimiyyət heç bir ağlabatan əsas göstərmədən sərhədləri açmaqdan hələ də imtina edir. Keçən müddət ərzində sərhədlərin qapalı saxlanması ilə bağlı Nazirlər Kabinetinin ondan artıq qərarı mövcud olub. Bu qərarlarda Nazirlər Kabineti yalnız 2 cümlə ilə
xüsusi karantin rejiminin müddətinin və buna müvafiq olaraq sərhədlərin bağlı saxlanmasının daha 2-3 ay uzadılması barədə məlumat verib. Səbəblər isə göstərilməyib. Hörmətli millət vəkilləri, quru sərhədlərin bu qədər uzun müddətdən bəri bağlı saxlanması məsələsinə toxunan dövlət başçısı keçən ilin ortalarında çıxışlarının birində bildirmişdi ki, mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı qalması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bugün sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılan və bu hərəkətlərin qarşısı aparılır və bu hərəkətlərin qarşısı da alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyur. Bunun nəticəsidir ki, bunu dövlət başçısı deyir, Azərbaycanda təhlükəlilik, əmin-amanlıq uzun illərdir təmin edilir. Sabitlik bütün dünya üçün nümunə ola bilər. Bugün sabitliyin pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu təhlükəsizlik, inkişafın və xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Dövlət başçısının bu fikirlərindən belə çıxır ki, ölkənin quru sərhədlərinin bağlanmaqla ölkəni xarici təhlükədən qoruyur, eyni zamanda qapıları xarici kəşfiyyat agentlərinin üzünə bağlamış olur. Mən başa düşmürəm. Belə çıxır ki, quru sərhəd keçid məntəqələrinə nəzarət, hava nəqliyyatında qapılarına nəzarətdən zəifdir. Quru qapıların sərhəd qorunma xidməti vəzifəsinin öhdəsindən gələ bilmir. Demək, quru sərhədlər pis qorunur, hava nəqliyyatının sərhədləri daha yaxşı qorunduğu üçün, demək, uçuruq, ancaq qatarla və yaxud da ki, avtomobillə getmək qadağan olunur. Digər tərəfdən, niyə bu bütün dünyada təkcə bizim ölkəyə qarşı təhlükəli qəsdlər mövcuddur? Dünyada başqa ölkə yoxdurmu? Xarici kəşfiyyatın bizdən istədiyi nədir? Özlərində olmayan nəyi bizdən oğurlamaq fikrindədirlər? Ölkəni başdan başa bürümüş və dərin kök salmış korrupsiya, rüşvətxorluq, yoxsulluq, işsizlik sirlərini mi xarici kəşfiyyat agentləri bizdən oğurlayacaqdılar? Bəlkə kosmosu fəth etdiyimiz atom texnologiyasını, fiziki kəşflərimizi və bununla bağlı istehsal texnologiyasını, sirlərini. Bəlkə biz bilmirik, ölkəmizin müasir təyyarələr, helikopterlər, müasir maşınlar istehsal edən zavodları, fabrikləri, gizli silah istehsalı sirləri var. Bəlkə xarici kəşfiyyat bizdən bunları öyrənmək istəyir. Göründüyü kimi bütün bunlar bəhanədir və heç bir hüquqi əsası yoxdur. Xüsusi karantin rejimi müddətinin uzadılması və quru sərhədlərin qapalı saxlanmasının bir səbəbi var. Hakimiyyətin siyasi və biznes maraqları, hakimiyyətin ömrünün uzadılması, xalqı aşağılamaq, xalqı təhqir etmək, hakimiyyətin xalqı sayınmazlığını vurğulamaq, xalqın rəyinin hakimiyyət üçün heç bir əhəmiyyət kəsb etmədiyini ilk növbədə xalqın özünə və dünyaya nümayiş etdirməkdir, istəyidir. Quru sərhədlərin vətəndaşların üzünə bağlanmasının bu 5 il ərzində ölkəmiz və xalqımız üçün nə qədər ağır fəsadlar yaratdığını xüsusi olaraq vurğulamağa ehtiyac yoxdur. Oturub araşdırmaq, hesablamaq gərəkdir. Yüz minlərlə vətəndaşın quru sərhədlərindən keçməklə, yəni kifayət qədər az məsrəflərlə qonşu ölkələrə səfər etməsinin iqtisadi vəziyyətini düzəltmək üçün ticarət əlaqələrini qurmasının qarşısını alıb. Vətəndaşları müalicə, səyahət, qohumları ilə görüş imkanlarından məhrum edib. 2020-ci ilin aprel ayına qədər Astara keçid məntəqəsindən hər gün minlərlə, 10 minlərlə vətəndaşımız İrana keçir. Bir hissəsi yəqin ki, keyfiyyətcə bizim ölkədən dəfələrlə yüksək və daha ucuz olan tibbi xidmətlərdən yararlanır. Digər vətəndaşlarımız Azərbaycanda deputat Feyziyevin kimlərləsə əlbir olub yaratdığı dərman mafiyasının əsirliyindən xilas olmağa çalışırdılar. Minlərlə insan İran ərazisindən zəruri ərzaq malları alıb daşımaqla bazarda ucuzlaşmaya töhfə göstərirdi. Öz gündəlik ərzaq tələbatını ödəyirdi. Eyni ilə də Gürcüstan, Rusiya və Türkiyəyə səyahət edən vətəndaşlarımız da eyni ehtiyaclarını təmin edirlər. Fakt odur ki, pandemiya bəhanəsi ilə vətəndaşın hüquqları hakim rejimin, elitanın və ayrı-ayrı monopolist, korrupsioner elementlərin mənafeyinə qurban verilibdir. Ölkənin quru yol sərhədlərinin qapanmasının digər heç bir ağlabatan hüquqi və məntiqi izahı yoxdur. Hörmətli millət vəkilləri, məlum olduğu kimi pandemiyanın ilk dövrlərində hava nəqliyyatı
COVID-19 epidemiyasının yayıldığı ən optimal nəqliyyat vasitəsi hesab olunurdu. İndi nə baş verib? Hava nəqliyyatına heç bir məhdudiyyət qoyulmadığı halda digər nəqliyyat vasitələrinin istifadə etməklə xaricə çıxış birmənalı şəkildə qadağan olunur. Nədən? Yüklər quru yollarla daşına bilər. Bu yükləri daşıyan sürücülər sərhədləri sərbəst tərk edib geri qayıda bilərlər. Müalicə və müayinə üçün xaricə getmək istəyən vətəndaş yox. Daimi səfərlər edərək istənilən yoluxucu xəstəlikləri yoluxa bilən sürücü daha çox yoluxucu xəstəliklər daşıyıcıdır. Yaxud ildə bir dəfə məcburiyyət qarşısında xaricə getməli olan vətəndaş göründüyü kimi pandemiya virusu daşıyıcısı kimi sərnişinlər arasında fərq axtarılmasının da heç bir elmi və məntiqi əsasları yoxdur. Nədən Gürcüstanda yaşayan soydaşlarımız dünyasını dəyişmiş qohumlarının yas yerinə vaxtında gedib çıxa bilməsinlər? Hətta belə məsələlərdə istisnalar belə edilmir. Yadınızdadırsa, həyat yoldaşının müşayiəti ilə Moskvaya cərrahiyyə əməliyyatına getmiş xəstə qadın əməliyyatdan sonra vətənə geri qayıdarkən xəstəlikləri ilə əlaqədar uçmaq ona qadağan olunduğundan Azərbaycanın Moskvadakı səfirliyinə müraciət etdikdən sonra onun ərinin müşayiəti olmadan özünə quru sərhədlərlə ölkəyə qayıtmasına icazə verildiyi halda həyat yoldaşına demişlər ki, yalnız təyyarə ilə uça bilərsən. Yazıq qadın, xəstə qadın deməli quru sərhədlərlə gələ bilər. Ancaq əri onu müşayiət edə bilməz. O qədər, o boyda uzun bir məsafəni. Diqqət yetirin. İnsanlar özləri buradan Tiflisə baha qiymətə təyyarə ilə uçur. Onların maşınlarını isə 200 manata evakuator sərhəd keçid məntəqələrindən Gürcüstana keçirir. Eləcə də geri qayıdarkən 200 manat ödəməlidirlər. Beləliklə, 50 kilometr yolun qət edilməsi üçün vətəndaşlarımız 1000 manatdan artıq xərcə düşməli olurlar. Bir sözlə, quru sərhədlər qapalı saxlanmaqla hakimiyyət bu 5 ildə vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurub, xalqa zülm edib. Təəssüf ki, bugün Azərbaycanın ən mühüm problemlərindən birinə çevrilməklə insanların hüquq və azadlıqlarına qarşı yönəldilmiş bu qəsd bu gün də davam etməkdədir. Düşünürəm ki, insan layiqətini alçaldan bu vəziyyətdən qurtulmaq üçün hamımız Azərbaycanın xaricə yolu düşən də düşməyən bütün vətəndaşları, siyasi partiyalar və qrupları, ictimai təşkilatları, vətəndaş cəmiyyəti fəalları, həmçinin Azərbaycan Xalq Parlamenti olaraq biz Azərbaycan məhkəmələri qarşısında, Azərbaycan hökuməti qarşısında, Ombudsman aparatı, Milli Məclis, Prezident aparatı, Nazirlər Kabineti qarşısında ölkənin quru sərhədlərinin dərhal açılması ilə bağlı tələblər qoymaqla bu tələbi ardıcıl olaraq davam etdirməliyik. Əks təqdirdə biz hələ bundan sonra da illərlə bu hakimiyyətin girovunda qalmaqda davam edəcəyik. Sağ olun, diqqətinizə görə minnətdaram. Təşəkkür edirəm Namizəd bəy məruzəyə görə. 5 dəqiqə vaxtımız hələ qalıb. İnşallah sonda bu məsələ ilə əlaqədar nə suallar olarsa, onda əhatə eləmək üçün sizə tanınacaq 5 dəqiqə vaxt. Bir daha təşəkkür.